cinnilərin, tilsimlərin, sehr və cadunun şərindən qorunmaq üçün Ayətullah Bəhcət ümumi şəkildə 7 tövsiyə buyurmuşdur. 1. Azan vaxtı ucadan azan desin. 2. Sübh namazından sonra Qurandan 50-ci ayəni ucadan oxusun. 3. 2. Muavvizəteyn surəsini, yəni Fələq və Nas surələrini oxusun. 4. Yatmazdan əvvəl 4 qul, yəni Kafirun, İxlas, Nas və Fələq surələrini oxusun. 5. Özündə, məsələn cibində Quran gəzdirsin. 60. Ayətül Kürsini tez-tez oxusun. Həmçinin onu yazıb evində asaraq saxlasın. Bu göstərişlər xüsusilə sehrə tutulmuş və ya bədnəzərdən əziyyət çəkənlər üçün çox faydalıdır. 7. Başqa bir göstərişində buyurub ki, bədnəzər və tilsimdən qorunmaq üçün sədəqə verin. Muavvizəteyni, Fələq və Nas çox oxuyun və La həvlə və la quvvətə illə billah zikrini təkrarlayın.